Hörmətli dinləyicilər, hörmətli izləyicilər, hörmətli Xəlil Qarəhmədov sevərlər. Bugün mən qeyri-adi bir yerdəyəm. Bugün redaksiyamızın maşını, bizim xidməti maşınımız təmir olundu. Bütün texniki maşınlar kimi bizim də maşınımızın gözəl usta əllərinə ehtiyacı oldu. Mühərrikimizdə problem vardı. Mühərrikimizi bax gördüyünüz bu gözəl bir məkanda, gözəl bir avto servisdə düzəltdik. Bu Razin qəsəbəsində yerləşir bura. Biz sizə fasadı göstərəcəyik. Razin qəsəbəsində çay fabrikinə gedən yolda Fidan Şadlıevindən üst alt tərəfdədir. Mötəbər bir insanlar, işinin ustalarıdır. Burada işləyənlər çox olduqca gözəl bir mühərrik yığmışlar. Gözəl bir iş görmüşlər. Bu işlərin hamısını isə görən, bax qarşınızda duran sahibi ustadır. Fikir baxın. Görün bu insana, gənc kadrdır. Bu mühərrikin Amerika Birləşmiş Ştatlarının avtomobilini Amerikalı mühəndisdən də, Amerikanın ailəsindən, ustasından da daha mükəmməl bir və daha da gözəl təmin etmişdi. Biz sizi təşəkkür edirik. Gözəl işinizə görə danışın. Nə işlər görmüşsünüz maşında? Qalosdan prokladkası dəyişilib. Bəli. Sonra polçalar dəyişilib, putilka olunub. Ümumi motor noldan yığılıb, yəni bir sözlə. İşdə göz qabağında mükəmməl. Mən bütün mühərrik hissəsində səs olan insanları bura dəvət edirəm. Sahibi ustaya gəlin. Bu ustanın bırakı yoxdur. Bunun əlindən çıxan işlər hamısı gözəl bir işlərdir. Təşəkkür edirəm diqqətinizə görə.